Qocaçılar, salamlar, necəsiniz? Bugün JavaScript dilində öyrənəcəyimiz və bundan sonra tətbiq edəcəyimiz çox maraqlı bir biliyə sahib olacaq. Haçan bizim səhifəmizdə nə baş verirsə, istənilən hadisə nə olur olsun baş verirsə, onu kontrol altında saxlayıb, üstəlik də ki, elə onun üzərindən proqramlaşdıracaq. Bizlər JavaScript dilində səhifədə istənilən DOM elementlərə hadisə dinləyicisini qura bilirik. Bu çox maraqlı bir şeydir. Biz buna deyirik Add Event Listener. Bugünkü mövzumuz birbaşa mouse eventlə bağlı olacaq. Haçan mən səhifəmdə onsuz da mouse vasitəsilə istər klik, istər üzərinə gəlmək bir çox işləri görə bilirəm, bir çox hadisəyə səbəb oluram və bunu da çox maraqlı formada proqramlaşdıra biləcəm. Belədir ki, yaxın durun. Add Event Listener in JavaScript. Getdik! Mən artıq redaktordayım və gəlin başlayaq. Live server açıq və istənilən kodu yazmağa hazıram və belədir ki, getdik. Məsələ ondadır ki, mən bu ana qədər onsuz da bir çox elementləri tanımışam, bilirəm, amma çox maraqlı bir məqam var. Gəlin elə mənim öz HTML-imdə gəlin bir button yaradım. Niyə də yox? Gəlin deyək ki, burada bir button tagi olsun və hətta deyək ki, test ya da click me. Elə belə də yazaq. Click me. Tamam, başka bir şey de değil. Ve indi bu saat keçid alsam öz səhifəmə, görəcəm ki, click me buradadır. Düzdürmü? Və eyni zamanda sizlər üçün mən konsol saxlamışam. Qoy burada da dayansın hələ bir neçə vaxt. Klik edirəm, heç nə baş vermir. Hələ ki, heç nə baş vermir. Amma belədir ki, gəlin ən sadədən başlayaq. Düzdür, çox zaman belə etməyəcək, amma bütün imkanlara niyə də yiyələnməyək. Baxın, burada belə deyərəm ki, on click, sən demə burada atribut var. On click və on click yazanda gəlin deyək ki, test adında bir funksiya işləsin. Çox maraqlıdır. Hələ ki, hər şey HTML-də edirəm. Və keçid alıram yenə də öz səhifəmə və click me edirəm. Bu dəfəsində ən azı error aldım. Ən azı nəsə baş verdi. Tamam, amma mənə deyir ki, o test nədirsə mən ona yönələ bilmirəm, tanımıram. Mən də deyəm, bir dəqiqə, mən test funksiyasını yazmağa cəhd etməliyəm və gəlin burada istənilən formada, anonim şəkildə və yaxud da ki, elə adlı şəkildə, amma gəlin sadəcə birinci anonim şəkildə niyə də başlamayaq. Deyim ki, let test bərabərdir. Güman edirəm ki, bilirsiniz nədir. Hətta let əvəzinə birbaşa const deyə bilərəm. Və elə burada deyim ki, arrow function da deyəcəm, niyə də yox. Elə burada gəlin deyək ki, console log, niyə də yox. Console log özdə deyək ki, clicked, əla, belə bir şey yazaq. Click olundu. Güman edirəm ki, arrow function nədir bilirsiniz və heç nə eləmirəm. Qaydıram özüm üçün bu səhifəyə. Bundan qabaq nə idi? Click eləyirdim, error alırdım. Amma indi click eləsəm nə olur? Clicked. Ay, nə gözəl. Belə bir şey yazmaq olarmış. Bəs yaxşı. Gəlin bunu buradan yığışdırım və sadəcə deyim ki, adi bir funksiya yazmaq istəyirəm və function deyəcəm. Deyək ki, yenə də onun adı test olaraq orada qalır deyə bunu dəyişmirəm. Və console log deyirəm. Gəlin deyək ki, tested. Bu dəfə də belə bir şey yazım. Və fikir verin. Sən demə atributda belə bir şey desə və JavaScript faylımda burada belə bir şey yazılsa nə maraqlıdır. Keçid alaq və bir daha klik eləyək. Tested. Möhtəşəm, nə qədər klik eləsəm belə, görürəm ki, tested console logları gəlir, aydın məsələ ki, hamısını yığır bir yerə və sayını deyir. Məncə maraqlıdır. Mənim bu andan həqiqətən də xoşum gəlir, amma yoxlamaya davam edəcəm. Mənə çox maraqlıdır. Mən vurğuladığım funksiya, arqument ötürə bilərəmmi və o tərəfdən onu davam edə bilərəmmi? Həddən ziyadə maraqlıdır. Və gəlin elə bura ilk birinci testimi eləyim. Deyim ki, yaxşı, test və deməli içində hər hansı bir rəqəm ya söz ata bilərsiniz. Məsələn, salam yazıram, amma aydın məsələ ki, dırnaqlara diqqət yetirin. On click qoşa dırnaqdan başladısa və yenə də içəridə dırnağa ehtiyac lazım olacaqsa, tək dırnaq istifadə edin, dırnaqlar qarışmasın deyə. Deməli, testdə dedim ki, sənə bir, deyək ki, string ötürüləcəkdir və hətta gəlin bu mənim funksiyamda içində hələ hər şey boş eləmişəm ki, deyim ki, yaxşı. Demək ki, mən burada bir söz gözləyəcəm, düzdürmü? Və o sözü gəlin ekranda göstərək. Özü templatingdə, niyə də yox. Deyim ki, your verb is və elə belə bir şey də yazım, niyə də yox. Templating nədir? Güman edirəm ki, bilirik və çox maraqlıdır.
oradan ötürdüyüm işləyəcəkmi və click mi demək istəyirəm, vururam. Voilà, your word is salam. İşləyir, ötürə bilirəm. Bu deməkdir ki, mən hər şey edə bilərəm əslində. İstənilən hər şey edə bilərəm. Hətta gedib deyərəm ki, gəlin burada bir div yaradım. Özdəki ID-si olsun, məsələn, S, niyə də yox, ST. Məsələn, belə bir şey. Və deyim ki, hello. Bu qədər. Belə bir şey yazımsa mənə bəsdir. Amma çox maraqlıdır ki, mən gedərəm, burada fikir verin ki, özüm bilə-bilə onun adını ötürürəm, ST deyirəm. ST. Bunu yazdım. Yəni, əlinizdən gələn qədər hər şey test edin deyə buradan sizə bir işarə edirəm. Və bu dəfə deyəcəm ki, ID, belə bir şey yaza bilərəm məsələn, düzdürmü? Amma çox maraqlı iş indi başlayır. Və gəlin deyim ki, nə demək istəyirəm ilahi? Gəlin deyək ki, const element, düzdürmü? Qoy bərabər olsun document get element by ID, özü ID mənə ötürülür. Düzdürmü? ST artıq əlim çatacaq ona. Və gedim ona deyim ki, element nöqtə style, düzdürmü? Nöqtə padding nəyə bərabər olsun ilahi? Gəlin deyək ki, 10 piksel. Tamam mı? Belə bir şey istəyərəm. Və deyək ki, element style və background deyərəm. Hətta color da deyə bilərəm. Background color bərabərdir. Gəlin deyək ki, nə olsun ilahi? Red, ən sonunda da l.style və color olsun bərabərdir white. Belə bir şey yazmaq çox istəyirəm. Nə olacaq, nə olmayacaq bilmirəm. Amma mənə ID-si deyən istənilən elementə style olaraq toxunmaq istəyirəm, dəyişmək istəyirəm, hər şey etmək istəyirəm. Belədir ki, mən neyinlədim? Ancaq div ST yazdım, ID-si ST olan və öz funksiyama, test olan funksiyama onun ID-sinin adını ötürdüm. Qeyri-adi bir şey deyil də. Amma çox maraqlıdır işləyər ya yox və burada hello var, düzdürmü? Mənə maraqlıdır ki, klik eləsəm, eyvallah. Da nə istəyirsiniz? Bu deməkdir ki, çox uzağa getmədən hətta gedib deyərəm ki, gəlim bu sətirləri komment eləyim. Sadəcə bir fikir verin ki, hələ add event listerə heç gəlməmişəm. Amma bu ilkin tanışlıq və testdir ki, nələr etmək olar atributuna bunu versən. Və fikir verin ki, mən burada deyərəm ki, display və bəsdir ki, bura sadəcə deyim none. Heç nə demədim sanki, düzdürmü? Amma gedərəm, hello deyil mi? Gəlin onu gizlədək. Eyvallah. Mən istəyərəm biləsiniz ki, bunu istənilən DOM elementinə tətbiq etmək olur və məsələn nə buttondadır, nə də clickdədir. Ürəyiniz istədiyinizi yoxlayıb tətbiq edə bilərsiniz. Bugün öyrəndiyimiz, tətbiq etdiyimiz nə varsa ancaq mouse eventlərə aiddir və məsələn gəlin deyək ki, hətta buranı div eləyim, niyə də yox? Buranı da məsələn div edim, bağlayım. Hətta on click deməyim, on mouse over deyim. Yəqin ki, belə bir şey. Click deməyim, hətta deyim ki, hover, bu qədər. Və save eləyim. Aydın məsələ ki, nə inəyəcək? Elə bayaq kimi fon qırmızı, söz ağ və gedək görək nə alınır. Üzərinə gələrkən, deməli nə inəyirəm? Mən bir hadisə yaradıram, üzərinə gəlmə hadisəsini və bunu atributla ötürəm. Hələ ki, heç bir advanced listener yoxdur, amma içində hər şey avtomatlaşıb, onu göstərmək istəyirəm browserda. Və fikir verin ki, hello sözün üzərindəyim, heç nə gözləmirəm, çünki mən onun üzərində olarkən deməmişəm. Hover me sözün üzərində olarkən və gəlin sadəcə üstdən çalışaq düşək aşağı. Hoppa, eyvallah. İstədiyinizi edə bilərsiniz, istədiyiniz bu ana qədər öyrəndiyiniz funksiyalar, stillər, hər şey edə bilərsiniz. Amma bilin, məsələ ondadır ki, bizim yönəldiyimiz məqam hər hansı bir DOM elementi və vurğuladığınız hələ ki bugünün mövzusu mouse eventdir. İstənilən hadisə elə belə gördüyünüz kimi elə dinlənilə bilir və elə browserin özünün dinləyicisi bunu izləyir. Amma biz isə özümüz hər şey yazıb özümüz təşkil etmək istəyəcəyik. İndi isə gəlin daha peşəkar,
daha düzgün, daha maraqlı və çox istifadədə olanı deyim. Yəni bu yanlışdır demirəm, çünki bundan da heç də az istifadə etmirik və necə işləyir gördük. Amma məsələ ondadır ki, biz burada atribut vasitəsilə nəyi gözləyəcəyini, nəyə qulaq asacağını, nəyi dinləyəcəyi, hansı event onu gözləyəcəyini bildiririk. Və event hadisə deməkdir, listener dinləmək deməkdir, dinləyici deməkdir. Amma məsələ ondadır ki, mən artıq bütün bu imkanı onun əlindən alıram və browser ümumiyyətlə burada heç xəbəri də olmayacaq ki, button nə etməlidir. Məsələ ondadır ki, burada bir dənə nə edəcəm əlim ona çatsın deyə. Əslində ona əlim çatma imkanı çoxdur. İstər ID vasitəsilə, tag name vasitəsilə, hətta query selectlərlə bir çox biliyə artıq sahibi. Amma mən sadəcə ən tez və sadə yola yönəlim, deyim ki, btn yazım button olaraq və keçim bura. Bu dəfə onun ümumiyyətlə xəbəri yoxdur heç nədən və click me eləsəm nə qədər də heç olan deyil, düzdürmü? Və gedək nə edəyək? Burada göstərim ki, mənim istəyim nədir? Mən bundan sonra əlim ona çatsın deyə const və btn deyəcəm, document get element by id deyəcəm və btn ona verəcəm. Və salam, əlim həmin buttona çatdı. Amma burada atribut olmasa, amma yenə də click zamanı nəsə işləsin istəyirəmsə, ona həmin bu işi şamil etməliyəm. Deməliyəm ki, add, yəni əlavə edirəm, event, hadisəni, hansı hadisəni əlavə edəcəyimi vurğulayacağım, amma bunu xahiş edirəm, mütləq zamanda dinlə. Burada bir dinləyici işləsin deyirəm, add event listener. Ona görə istənilən domain elementinə bunu edə bilərəm, sadəcə əlim o domain elementə birinci çatsın ki, sonra gedim o metoda, add event listener metoddur. Bəli, o metoda əlim çatsın. Məsələn, ondakı btn-ə əlim çatandan sonra gedib deyə bilərəm ki, add event listener. Möhtəşəm. Bu anda 3 məqam var ki, add event listener parametr olaraq qəbul edir. Birinci, hansı hadisə? String olaraq onu buraya yaza bilərəm. Gəlin deyək ki, link. İkinci, hansı hadisə? Olandan sonra vurğulanır nə? Hansı funksiya bu işi görsün click zamanı və bu funksiyanı burada da yaza bilərəm. Eyni zamanda onun adını da ötürə bilərəm. Ona görə gəlin deyim ki, test olaraq belə bir şey yazacağım. Hətta bizi nə gözləyir, birazdan görəcəyik. Üçüncü parametrdə isə option gəlir. Və 3 əsas məqamları orada vurğulaya bilərik, ürəyimiz istəsə. Bu bir optional bir məqamdır. Amma onun barədə sonra danışacaq. Belədir ki, belə də qoyum və belə yazmaqda bir səbəb var. Ən azı göstərmək istəyirəm ki, event listener başladı. Test nədir? Çox maraqlıdır. Mən də bilmirəm. Amma qayıdıb browser'a baxan kimi görürəm ki, hazırdır. Amma bir şey bildirir ki, test nədir? Mən ona yönələ bilmirəm. Başa düşənmirəm ki, bu nədir? Ən azı bu error gəldisə, hər şey işləyir deməkdir. Gəlin indidən vurğulayım ki, əslində belə yazmaq ən doğru yazmaqdır, amma test yazdığınsa test nəyə yönəlib? Özü də bilmir. Amma bu testi bir daha yazmadan qabaq qayıdım. Ən sadə olaraq deyim ki, yəni hadisəni yazdıqsa, click və s. və ilaxır. Ondan sonra gələcək funksiyanı elə buradaca yaza bilərsiniz. İstər arrow function formatında, istər anonim olaraq bildiyiniz function kimi. Gəlin hər ikisini yazmağa cəhd edim və yeni sətirdə yazım, sononsuz da yəqin ki, redaktor yanına qoyacaq. Amma belə də yazım. Sadəcə deyim ki, console log, nəysə düzələmədim, console log verirəm, hətta burada bunu yığışdırım və sadəcə console logda deyim ki, clicked. Belə bir şey yazmaq istəyirəm. Anonim funksiya nədir bilirik, güman edirəm ki, sadəcə hadisədən sonra ikinci parametr mənə funksiya ötür deyir. O funksiyanı anonim şəkildə burada yaza bilərsən. Ya da birazdan göstərəcəm. Amma indi error yoxdur. Sadəcə gəlib mən burada üzərinə klik eləsəm, voilà, clicked. Eyni zamanda mən bu işi gedərəm. Yəni yenə də yeni sətirdə yazmağa cəhd edim. Deyim ki, function və adı məsələn ki, ad vermirəm. Və elə burada deyim ki, mən adsız funksiyada yenə console log yazacağım və deyəcəm tested. Bu dəfə sözü dəyişim və qayıdım. Burada yenə klik edim tested. Nə möhtəşəm. Amma bir əmma var. Bu məndə bir sətir deyə bir problem deyil. Amma
çok böyük işlər görəcəksinizsə, siz bir add event listinin içində böyük kodlar çoxluğunu yazmağınız o qədər düzgün deyil, rahat deyil. Yəni işləyər, amma rahat deyil. Ən gözəl iş bilirsiniz nədir? Gəlin bunu buradan yığışdırım və bəlkə test sözünü bura yazım. Amma bundan sonra gedib deyə bilərəm ki, məsələn, const anonim funksiyanı ilə burada dəyişən vasitəsilə yaşadım. Niyə də yox? Deyim ki, test bərabərdir. Sadəcə gedib deyə bilərəm ki, elə console.log hələ ki mənə bəsir işləri, sonra daha da fərqli işlərlə məşğul olaraq console.log deyim ki, deməli, bu nədir? Test1 böyle bir şey yazım və fikir verin ki, daha artıq mənə deməyəcək bu test nədir, niyə bundan qabaq anonim funksiya bağlı olduğunu görəcəkdir. Və görürsünüz ki, error gəlmir, klik edirəm test1. Əla. Eyni zamanda mən rahatlıqla bu sözü gedən yazını hətta gedərəm, gələnə heç narahat olmadan anonim funksiyadsa, gəlin burada bir məsafə verim və elə burada deyim ki, function və elə yenə də bəlkini yazacağım. Console.log test2. Belə bir şey yazmaq istəyirəm. Mən fərqli yazdım ki, fərqli də nəticə görüm, amma yenə də anonim funksiya, amma functionla bərabər gedim yoxlamağa cəhd edim. Click me test2. Super. Bunlar hamısı möhtəşəmdir və belədir ki, bax, heç bir atributa vurğulama olmadan ona bu hadisəni bağlaya bilirəm. Çünki add event listener hadisəni bağlayır. Amma eyni zamanda remove event listener də var ki, hadisəni ondan qopara bilir. Amma hansı hadisəni və hansı imkanı ondan funksiyonel olaraq almaq siz mütləq demək lazım olacaq. Ona da gələcək. Amma belədir ki, mənə çox maraqlıdır. Mənim btn adında yox, orada st var idi. Düzdürmü? Hello divi. Ona versəm add event listener və eyni zamanda gəndəki test hello bunu dəyişim və bu dəfə hətta click deməyim, double click deyim. Belə bir şey. Qayıdım və adi məsələ ki, click me vursam, nə qədər vursam da heç nə olan deyil, çünki daha artıq mənim müraciətim btn ID-sinə deyil, st ID-sinədir. Və burada hello sözünə bir dəfə click eləsəm, heç nə olan deyil. Amma iki dəfə eləsəm, voilà, test hello. Hətta gedərəm, nə inəyərəm? Aydın məsələ ki, double clickdə sadəcə belə bir şey eləsəm, click edən kimi gələcək. Yəni, bir çox mouse eventləri yoxlaya bilərsiniz. Hamısını burada deyə bilməyəcəm, amma add event listener necə lazımdır yazmaq, nəyi düşünmək lazımdır yazarkən onu göstərə bilərəm. Gəlin bir maraqlı faktı da sizə deyim və get-gedə peşəkarlığınız ayaq açsın getsin. Həqiqətən də bizlər çox maraqlı formada add event listenerlə işləyirik və sizə ola bilməz ki, kimsə desin ki, ancaq və ancaq add event listenerdə anonim funksiya yazın, adsız funksiya yazın. Elə bir şey yoxdur. Daha peşəkarcasına biz adlı funksiyalar yazırıq. Yəni, məsələn yaza bilərəm ki, function test, düzdürmü? Bu artıq adlı funksiyadır və əgər bu mövzunu gözəl bilirsinizsə, funksiyalar mövzusunu JavaScript-də, bu işin deməli şahı olacaqsınız. Və burada deyirəm console.log və deyək ki, gəlin deyim ki, test in fn. Belə bir şey yazmaq istəyəm. Test artıq funksiyanın içində. Və fikir verin ki, mən indi baxanda error almayacamsa, deməli hər şey gözəldir, amma fikir verin, bu da adsız deyil, bu adlı funksiyadır. Amma nə olur olsun, onun adı ötürülsün, amma icra olunmasın. Bu möhtərizəyə burada heç vaxt və heç vaxt ehtiyac olmayacaq. Belə, adını ötürün. İstər adlı olsun, istər adsız olsun, adını ötürün. Və belə bir halda çox maraqlı bir fakt olur və qayıdıram sadəcə button-a. Bir fikir verin ki, təzədən qayıtdım, button elədim. Button-a deyəcəm ki, click edərkən test in function gəlsin. Əla. Bizlər həqiqətən də elə bunu da edirik və heç çəkinmirik. Adlı funksiyalar yazıb, dolu adlı funksiyalar yazıb, adını bura ötürməyimiz yetərlidir. Amma çox maraqlı dünya bundan sonra başlayır. Məsələ ondadır ki, siz funksiya adlı yazarkən, indi hələ ki heç bir parametr yoxdur. Adlı funksiya yazarkən bir məqam var ki, ona yönələcək, daha peşəkarcasına yazacaq və biləcək. Adlı funksiya yazarkən parametrdə bizi nə gözləyir? Onu biləndən sonra sizin məhsulunuz olacaq
Çox gözəl. Belədir ki, növbəti adımımız adlı funksiyada parametr. Gəlin ümumiyyətlə parametr nə iş görə bilir onu görək. Özü də adsız funksiyada göstərim. Sonra adlı funksiyada yazarkən daha məntiqli iş görəcəyik. Və məsələ ondadır ki, adsız funksiya əslində neyinirdi? Mən bura bir anonim funksiya yaza bilərəm, düzdürmü? Və neyiniyəcəm? Hətta gəlin bunu yeni sətirdə yazım, sonra onsuz da özü yanına qoyar. Və fikir verin ki, mən burada console log yazıram. Amma məqam nədir? Parametrdə gəlin burada deyim ki, event ya da i yaza bilərik. İkisini də yazacaq. Ən çox zaman mən i yazıram. Bilə-bilə bura event yazacağım. Və hətta burada console log event deyim. Gedək. Mən burada klik zamanı nə baş verəcəyini görüm. Bir fikir verin ki, mən klik zamanı əlimə düşən hadisənin ailəsi birbaşa ekranda görünmüş olduğu console logda mouse event gəlir və onun bütün imkanları burada bilinir. Ona söz yox. Bunu özünüzdə də yoxlaya bilərsiniz. Amma bu deməkdir ki, bir dəqiqə, belə bir şey varsa və bu elementə aid olduğunu və onunla bərabər bir çox mouse eventlər silsiləsi imkanları burada aşkarda görünürsə, düzdür, belə event yazıb qutarmayacağım. Ondan sonra gərək nöqtəsini yazıb nəyəsə yönələm. Amma bir dəqiqə, kimə şamil olduğunu, nələr baş verdiyini, bu hadisə zamanı elə sözü gedən dinləyici agah olur və mənim hər şeydən xəbərim olub kodu daha maraqlı formada yaza bilərəm. Yeni sətirdə mən belə bir şey yazım. Deyəcəm ki, bundan sonra mənim əlim nəyə çatacaq onu göstərmək istəyirəm. Deyirəm ki, console log, baxın belə də yazacağım. Deyəcəm ki, i.target kimə şamil olundu belə bir şey deməyim üçün bir fikir verin ki, klik edəndə button özü mənim əlimə düşür. Öz ID-si ilə, hər şeyi ilə. Daha nə edə bilmərəm. Aydın məsələdir ki, belə bir şey varsa, hətta gəlin deyək ki, yadınızdadsa bir funksiyonal var idi. Gəlin deyək ki, function color it. Niyə də yox? Və getdik. Məndə nə idi? Məndə o idi ki, mənə bir dənə ID-ni vurğula, gedərəm o ID-ni deməli taparam element olaraq, düzdürmü? Document get element by ID və hətta gedib deyərəm ki, ID ötürülmüş zaman sonra istənilən dizayn ona verə bilərəm. Deyərəm ki, element.style sadəcə deyərəm yenə də padding 10 piksel məncə bəsdir. Amma unutmayın ki, px yazmaq lazımdır. Amma web dünyasında tək piksel deyil, unit olaraq bir çox elementlər var. Amma indi bu saat piksel yazmağımız məncə bəsdir. Hətta gedib deyərəm ki, element.background style unutdum. Style background deyim, yoxsa background color yenə deyim, niyə də yox. Qoy bərabər olsun, nəyə deyək, ilahi blue bu dəfə, niyə də yox. Və gedim deyim ki, element.style.color bərabərdir, sadəcə white deyim, qeyri-adi bir şey olmasın, amma bu bir funksiyadır, bundan qabaq tətbiq etdim də, amma çox maraqlı bir məqam var. Yaxşı yazmaq istəyirəm axı, maraqlı yazmaq istəyirəm axı, düzdürmü? Və çox, həddən ziyadə çox maraqlı imkanları bu ana qədər öyrəndiklərimi elə bütün bu mövzularda istifadə edəndə olur möhtəşəm. Hətta gəlin burada anonim funksiya yazım. Deyim ki, function, yəni belə bir şey də yaza bilərəm. Və düşürəm aşağı. Yəni adlı yazdım, anonim yazdım, eynidir. Amma bir fikir verin ki, sözü gedən bax bu elementdə, hansında, buttonda, gedib deyərəm ki, data, deyək ki, DOM ID, nə də yox, belə bir şey yazmaq istəyirəm, bərabərdir ST, nə də yox, belə bir şey yazmaq istəyirəm. Və getdik. Mən deyərəm ki, console log i.target, artıq bilirəm ki,
kimdə klik baş verdisə onu görmüş oluram. Onun da data seti var. Bir onu hələ baxım. Çox maraqlıdır mənə. Və gedim klik edim. Bir fikir verin ki, DOM mənim sözü gedən DOM ID əlimdədir və hər şey edə bilərəm əslində, düzdürmü? Gedim deyim ki, dataset belə bir şey yaza bilərəmmi? DOM ID. Bunu görüm. Run edim. ST. Ayda nə yaxşı. Getdim. Button'da yeni bir data. Mən çox güman edirəm ki, bu videomuz, bu mövzuya hakimsiz. Hamımız belə bir şey yazırıq. Və deyirik ki, DOM ID, istənilən ad verdim də, DOM ID deyim, div ID deyim, nə fərqi var, ya başqa bir şey yazın. Amma deyirəm ki, deməli datada istədiyim bir şey yazıram, istədiyim dəyəri ona ötürürəm, klik zamanı kimə klik olundu və onun nə data DOM ID-si var, ona nə yazılıbsa əlimə düşən kimi gedib deyə bilərəm ki, klik zamanı çox xahiş edirəm, hətta bunu belə götürürəm, yazıram ki, const LID bərabərdir belə bir şey, düzdürmü? Çox maraqlı bir senari qurulmuş oluram və deyirəm ki, əlim orada hansı ID-yə toxunacağımı klik zamanı ad olaraq əldə edən kimi gedib artıq color it funksiyasını çağıra bilərəm və ona element ID verə bilərəm. Çox maraqlı olar həddən ziyadə və gedirəm. Burada sadəcə click me deyirəm. Eyvallah. Nə maraqlı, fikir verin. Mən həddən ziyadə belə proqramlaşdırmanı sevirəm. Və əgər belə bir şey bacara bilirəmsə, mən bu məqamı, gəlin elə bunu buradan götürüm. Bu məqamı çox maraqlı bir deməli funksiyalara çevirəcəm və gəlin də ki, yadınızda funksiya yazmışdım da. Məsələn, bundan qabaq lab olsun test. Düzdürmü? Test özdə adlı funksiya. Gəlin onu da yazın bura. Function test. Belə bir şey yazmışım və işləyirdi. Amma bu dəfəsində gəlin sizə deyim ki, parametri necə yazırıq. Mən anonim funksiya necə işləyir biləndən sonra burada yazmağa nə var ki, sadəcə yadda saxlayaq. Deməli və biz çox zaman elə adlı ötürürük, narahat olmuruq. Adlı da bir şey yadda saxlayın. Sizin burada adlı da oturacağı istənilən funksiya özündə yalnız və yalnız bir parametr daşısın. Fərqi yoxdur. Çox zaman elə eyni burada yaza bilirik. Çünki onsuz da sanki burada anonim funksiya yazsaydıq, bura i ya da event yazacaqdıq da parametr kimi, düzdürmü? Ona görə adlı funksiyada həmişə deyirəm ki, mənim yönələcəyim event olacaq və həmin eventlə bunu bura yazıram. Orada yazdığımı burada yazıram. Bir fikir verin. Adlı funksiya bir parametrdən başqa heç nə daha yazmayacaq. Və deyirəm ki, sanki burada yazacağımı da bundan qabaq görmüşdünüz, düzdürmü? Sanki buraya yazacağımı adlı funksiyada yazmışam. Parametr gözləyir ki, event onu birbaşa tanısın. Yenə də deyirəm ki, o element var ki, onda DOM ID var. Varsa onu color itə vermək istəyirəm. Və işləyəcəkmi? Run edirəm. Eyvallah. Möhtəşəm, elə deyilmi? Çox gözəl bir şeydir. Və bundan sonra bunu bilirəmsə, bunu bacarıramsa, istədiyim hər şey edə bilərəm. Hətta gedərəm deyərəm ki, aydın məsələdir ki, gedərəm deyərəm ki, readme, belə bir telefon adı da var amma yox, readme, belə bir şey yazıram və gedib deyərəm ki, artıq bu işin peşəkarıyam da, mənim özümü, mənim eventimi deməli təmsil edəcək. Qeyri-adi bir yazı sahibi bugün olası deyilik, amma gələcəyində oyun yazanda artıq biləcəkdə click, 2 dəfə click və s. və axır nədir? Və gəl belə bir şey deyim ki, deməli readme, deməli istəyərəm ki, qırmızı etsin. Niyə də yox? Sadəcə belə bir şey olarmı? I.target, yəni o kim klik olundusa, onun style'ında color bərabərdir red. Belə bir şey demək istəyirəm. Bir fikir verin, kimə klik edəcəyimi bilmirəm, heç bilmirəm. Amma bircə onu bilirəm ki, eyvallah, bircə onu bilirəm ki, işləyəcək. Kimə desəm, yəni hətta yuxarıda qayıdıb btn yox, st desəm, fərq eləmir. İşin maraqlı tərəfi budur. ST desəm, fikir verin ki, axı bunların atributuna nəsə yazmağa da ehtiyac qalmır. On click, heç şey yazmıram. Sadəcə əlim bunlardan birinə çatsın
Bəsdir ki, burada artıq ST yazım BTN əvəzinə və gedib, düzdür, click me eləsəm təşkil olası deyil, amma hello'ya click edən kimi, voilà, nə möhtəşəm. Mən adlı funksiya bir parametr olaraq yönələcəm, o parametr mənim eventimi təşkil edəcək və istədiyim biliyi burada təmsil edə biləcəm. Gördüyünüz kimi, mən funksiya yazmıram, yəni funksiyanı icra etmirəm və funksiyada hər hansı bir parametr, məsələn, ST yazmıram, belə bir şey heç vaxt etməyəcək. Buna heç toxunmayın da. Sadəcə adlı funksiyanın adını yazın və deyin ki, event mənə mütləq gəlməlidir və onunla çox maraqlı iş görməliyəm. Məsələ ondadır ki, biz burada uzun uzadı yazmırıq advent listenerdə. Heç vaxt. Biz advent listenerlərdən çox edə bilərik. Hətta gəlin bir deyim ki, niyə də yox. Deyim ki, double click qarşısına double deyim və green gəlin green me deyim və aydın məsələdir ki, hətta belə bir şey deyim. Green me. Amma bu dəfə gəlin deyək ki, background color və yəqin ki, düz yazdıq. Düz yazmadıqsa düzəldərik. Background color və green. Belə bir şey deyim. Görə işləyər işlənməz. Məsələn, ondadır ki, mən buna bir dəfə klik eləsəm qırmızı olur, amma 2 dəfə qarışıq, 1 və 2 qarışıq, evvəla, yenə də deyirəm, 1-2, fikir verin, 1-2, bir dəfə vuranda onsa klik olur, amma ikincisi də gəlir axı, düzdürmü? Və olur möhtəşəm, hər şey etmək mümkündür. Deyirəm, gəlin başqa bir yeni bir kod yazaq. Həqiqətən də biri-birindən bəlkə də bağlı olsun və ümumiyyətlə bu ana qədər öyrəndiklərimiz burada niyə də iştirak eləməsin. Və gəlin sadəcə burada deyim ki, hello əvəzinə bir də yansın. BTN əlim çatır, divə əlim çatır. Və burada sadəcə BTN düyməsinə klik edərəkdən, hətta gəlin deyim ki, deyək ki, plus one adında bir funksiya çağıracağım. Hətta adlı funksiyanı artıq çəkinmədən yaza bilərəm. Function plus one və eventi ona mütləq şəkildə parametr olaraq verəcəm. Və hətta bəlkə niyə də təşkil eləməyə artıq bilirəm də, yəni dataya verdiyim DOM ID mənə bu dəfə də lazım olacaq. Gəlin deyim ki, const element ID niyə də yox, bərabərdir i.target nəysə düz yazmadım, target nöqtə nə yazırdım ilahi? Dataset və DOM ID. Məncə belə bir şey idi ki, əlim oradakı yazdığım ST-yə çatırdı və sonra gedib deyə bilərəm ki, əgər o vurğulanıbsa, onda const, bu dəfə div yazım bərabərdir document və document nöqtə get element by ID və sözü gedən elementin ID-sini ona verim. Çox yazdım və beləliklə əlim divə çatdısa, onda vaxtdır ki, deyim ki, number, hətta gəlin deyək ki, nə deyim ilahi, let number bərabərdir onun içində olan dəyərə. Gəlin deyək ki, deməli div, niyə də, əslində fikirləşəm div inner text deyim, text content deyim, əslində onu fikirləşəm, text content deyim məsələn, ya da inner text. Amma bunu əslində parse int eləməliyəm. Məncə belə daha doğrudur. Və sonra gedib deməliyəm ki, div.inner text qoy hamısını qatım bir yerə. Deyim ki, bərabərdir num üstə gələk 1. Belə bir şey çox yazmaq istəyərəm. Nə olacaq, nə olmayacaq bilmirəm. Amma ola bilsin rəqəmlər 1-1-1 gəldi, ya 1-2-2 gəldi, ya da ki, doğrudan da ki, 1-2-3-4-5 hər klik edəndə. Çox maraqlıdır həddən ziyadə. Güman edəm ki, heç nəyi unutmadıq, amma getdik. Deməli, burada 1 var, düzdürmü? 2, 3, 4, ay nə gözəl, nə maraqlı, möhtəşəm. Nə qədər istəyirsən artır. Eyni zamanda mənə maraqlıdır ki, sözü gedən bu sətri əgər təkrarlasam və sadəcə div content, text contentin əvəzində belə yazsam işləyərmi? Və güman edirəm ki, bu nədir siz bilirsiniz. Qarşısına sadəcə üstəgəl yazacağım.
və gedib yenə yoxlamaq istəyirəm. Əslində parsintə onluq da vermək olur ki, onluq say sisteminə çevir, belə bir şey deyə bilərəm. Amma refresh edim bir daha. Eyvala, möhtəşəm, əla, çox gözəl həqiqətən və beləliklə mən nə etdim? Mən çox maraqlı bir iş təşkil elədim özümə. Amma nəinki mouse clickdən söhbət gedir. Mən hətta mouse down deyə bilərəm, belə bir şey və hətta gedib indi bu saat click eləsəm yenə də işləyir. Amma bunun çox maraqlı bir məqamı var. Click mouse down-dan mouse up-ın əslində təmsilçisidir. Bir də var mouse up. Düzdürmü? Fikir verin ki, hətta gəlin belə bir şey deyim. Deməli belə bir şey etmək istəyirəm əslində. Tamam. Vururam, düzdürmü? Vurdum və nə qədər ki buraxmıram, heç nə görməyəm ikini. Buraxdım. Gəlin qaydım mouse down-u və vurdum. Bir fikir verin, vuran kimi dəyişir ha. Fərq ondadır. Bir daha bax, vururam amma buraxmıram. Artıq üstə gəldi. Mouse down ilk mənim sıxdığımda işləyir. Amma buraxsam up işləyir. Gəlin burada down yenə dəyişim eləyim up. Və fikir verin ki, klik elədim amma buraxmıram. Hələ 1-2 olmur ha. Bax, oyunlar yazanda da, maraqlı işlər yazanda da bu nəzərə alırıq. Buraxmamışam hələ və 1-2 olmayıb. Buraxdım 2. Və fikir verin ki, əslində klik çox maraqlı 2 elementdən ibarətdir. Mouse down-la mouse up-ın qarışığıdır. Buna bu ana qədər fikir verməmişik çünki ehtiyacımız olmayıb, amma indi artıq ehtiyacımız var. Və voilà, nə maraqlı, nə gözəl. Belə bir mouse eventlər də var. Bunları bilmək lazımdır. Deyirəm, həqiqətən də bu bilik elə bir bilikdir ki, əldə edəndən sonra sənə çox maraqlı ideyalar gəlir və oyun yazanda, hər hansı bir layihə yazanda məhz bu biliklər üzərindən sənin istəyəcəyin, sənin quracağın çox gözəl bir işlər deməli ərsəyə gəlir. Hətta sizə eventdən başqa nələr etmək olar, onu göstərim. Məndə deməli mouse down info qalıb. Məsələn, info adında mənim elə adlı funksiyam var ki, eventi gözləyir. Hətta gəlin konsollogda birinci deyim ki, eventləri görmək olurmu ümumiyyətlə? in.type deyə bilərəm. İdən sonra bir neçə şey yoxlayıb araşdırıb bilə bilərsiniz ki, nələr öyrənə bilərsiniz və hətta qaydaq mən burada açım deməli özüm üçün sözü gedən konsolu və görüm mən işi down eləsəm görəcəm mouse down gəlir. Məsələn deyək ki, down əvəzinə up yazıram və beləliklə bilə bilərəm işli şayə mouse down olsa falan olsun. Klik zamanı yox. Belə bir şey edə bilirik və okey və hətta gedib deyə bilərəm ki, gəlin gedək deyək ki, əgər və burada deyə bilərəm e-type bərabərdirsə, gəlin deyək ki, mouse up, onda console log okey. Belə bir şey vermək istəyirəm. Okey yazmadım və gedək. Klik eləyirəm, okey. Amma deyək ki, bura klik və gəlməz. Çünki type dəyişib. Sən demə, hər şey soruşa bilirəm. Hər şeyi. Və eyni zamanda type dedimsə, hətta mənim çox maraqlı bir ideya var. Onu da eləyək. Məsələn, console logda mən gedib bir siz nə soruşa bilirəm. Client X. Çox gözəl bir şeydir. Və əslində indi bu saat klik etdiyim anda X oxuna görə harda klik eləmişəmsə bu elementin üzərində görə bilirəm. Eyni zamanda, hətta gəlin daha konsologa baxmayaq. Gedək kod yaz dəyişsin. Mən hər klik edəndə gedim deyim ki const div düzdürmü bərabərdir document get element by id st oradaydı düzdürmü st sonra deyim ki let x bərabərdir i nöqtə client əgər client x varsa yəqin ki client y də var düzdürmü gəlin hələ də yazaq i nöqtə bərabər yoxdur i nöqtə client y belə bir şey yazım hətta sonda da çox maraqlı bir belə bir şey deyim ki div nöqtə inner text bərabər olsun özdə templatingdə niyə də yox coordinates belə bir şey deyim x
bura deyim X və Y dolları da qoyaq, unutmayaq. Deyim neçə ilahi. Bura deyim Y. Bu qədər. Əslində qeyri-adi bir şey deyil. Və güman edirəm ki, klik zamanı hər şey dəyişər. Əgər hər şey düz yazmışıqsa, klik. Gözəl. Bir fikir verin. Ayda, nə gözəl. Yəni istədiyim şəkildə istədiyimi edə bilərəm. X-i də öyrənə bilərəm ayrıca, Y-i də öyrənə bilərəm oxa görə. Çünki bu səhifə X, Y oxuna görə tənzimlənir hamısı. Yəni bilir ki, nə hardadır. Və nə qədər sola getsin, bir o qədər X azalır. Aşağıdan vursam, fikir verin ki, Y 24'dür. Yuxarı hissədən vursam, Y 12'dir. Məsələn, bundadır ki, 0 nöqtəsi buradır. 0'dan müsbət bu tərəfə X oxu artır. 0'dan bura aşağı Y müsbətə doğru artır. Amma bu nöqtədən sola mənfidir, yuxarı mənfidir. Nə gözəl, nə maraqlı. Amma eyni zamanda biz nə edərəm? Nəinki klik deyərəm. Deyərəm mouse move üzərində tərpətsəm. Aydın məsələ ki, bura hələ ki kod yaz qalır, amma üzərində gəzdikcə interaktiv şəkildə rəqəmlər dəyişir. Möhtəşəm. Ən aşağı bu qismi deyək ki 62-23, ən yuxarı bu qismi 10 və 11'dir. Amma məsələ ki, buradan çıxdımsa, tərpəndimsə heç nə olan deyil. Daha da maraqlı bir şey eləyək. Məsələn, ondakı hətta deyərəm ki, qoy BTN-in hətta belə olmasın. Deyim ki, bu mötərizəni yığışdırım, Bozi deyim. Bu arada Bozi haqqında nə qədər yaxşı bilirsiniz bilmirəm, amma Bozi gördüyünüz sahə deyil. Məsələ ondadır ki, indi bu saat fikir verin, burada gəlsəm rəqəm dəyişmir, amma burada dəyişir. Çünki Bozinin əslində, hətta ki sizin üçün style da onu göstərim, görüm alındıra biləcəmmi? Style və deyim ki, Bozi border 1 pixel solid red, belə bir şey verim və gedib baxaq görək ki, Bozi budur. Yəni burada saymır, amma bunun içində sayır. Aydın məsələdir ki, mən istəyərəm ki, onun nə margini, nə də paddingi ümumiyyətlə hər hansı bir dəyərə şamil olmasın və belə çox maraqlı formada görürəm. Amma hamısı da, yəni buranı görəmirəm də neçədir. Və bu isə 0-0 olduğunu da görə bilərəm, düzdürmü? Amma bura neçədir məsələn də, düzdürmü? Məsələn. Ona görə hətta ona niyə də deməyim ki, qoy hündürlüyü olsun, deyək ki 100%. Belə bir şey mümkündürmü ya yox? Bunu görmək istəyirəm. Yaxşı, bəs belə bir şey eləyə bilərəmmi? Həddən ziyadə maraqlıdır. Tamam, gəlin sadəcə borderi yığışdırım. Web dünyasında hər bir piksel hesablanır, hər bir. Və bir piksel indi bu saat ona mane olur, tamamen yığışdırım və getdi. Bu Bozi'nin bütün view height mənim hissəm ümumiyyətlə artıq hazırdır. Çünki bu viewport bəs onun üçün lazımdır burada. Mənim artıq nəinki piksel var, RAM var, EM var, VH var, VV var, VW, o qədər ölçülər var ki və əslində məsələ ondadır ki, onda gərək 100% vermişəmsə HTML da 100%-ə deməli aid olmalıdır. Amma belə daha yaxşıdır. Ay möhtəşəm. Web dünyasında elə bir qanunlar var ki, əslində bunları style dünyasında bilirik. Ona görə HTML CSS-i çox gözəl bilin və səhifə nədən ibarətdir, hansı hissələrə cavab verir, bunu gözəl bilin. Body bütün görünən deyil. Body içi dolmuş hissədir, amma yox tam istəyirsinizsə biraz müdaxilə edib onu böyüdə bilərsiniz. Nə maraqlı, nə gözəl. JavaScript öz işini görür. Gəlin əlavə olaraq çox maraqlı bir şey də etməyə cəhd edək. Çünki sizə əslində CSS frameworklərdə bunu verirlər, amma biz ən sadəsində yazacağıq və CSS ilə JavaScript-in vəhdədə olan bir maraqlı bir şey yazaq və qarşımızda nə olacaqsa bunları həll etməyə cəhd edək. Və məsələn nədir? Əslində məndə Kozaz var, div və click me butonu var. Əlimdən gələni edəcəm ki, bu dəfə maraqlı və yeni bir şey olsun. Və getdik. İlk birinci nə edəyərəm? Əslində bir dizayn verək. Çünki bir çox işlər də belə baş verir. Birinci dizayn verirəm hər hansı bir divimə. Və məndə əslində ID-si ST olan bir divim var ki, ona demək istəyirəm ki, gəl background color olsun. İlahi nə? Light yellow deyək. Sonra
padding olsun 5 piksel, margin olsun 5 piksel, hətta en verək deyək ki 100% olma, ol 80%. Sonra nə deyək ilahi, border deyək, niyə də yox border, amma bu dəfə piksellə yazmayaq. RAM-la yazsaq məncə 0 tam, daha da aşağı düşməsi üçün 0.2 RAM deyərəm, solid və nə rəng? Gəlin deyək ki, CCC. Mənə icazə verirlər ki, 6 deməli rəngi təmsil edən 6 simvollu bir yazını qısaldım 3 dənəyə, amma aydın məsələdir ki 3 dənədirsə 6-nı əvəz edir. 3 dənəsi əslində 6 dənəsi deməkdir və beləliklə nə edəcəm ilahi? Tamam, onda bir də box shadow verək, çox maraqlı olsun. X oxuna görə 3 piksel, Y oxuna görə də 3 piksel deyim və blur olaraq 10 piksel deyim və olsun məsələn 999 belə bir şey. Nə oldu elə bilməm, amma gəlin baxaq. Tamam, bu da dizayndır, bu da olsun, problem deyil və getdik. Onu gizlədək, klik edəndə o görünsün. Ona görə gəl deyək ki, display olsun none, düzdürmü? Və mən ona klik edəndə görünsün istəyirəm əslində. Ən sadə yollardan, ən sadə. Çünki daha kompleks, daha gözəl şəkildə yazmaq olurdu. Amma gedək JavaScript-də button-a əlimiz çatır. Sadəcə deyək ki, show adında qoy funksional olsun və onu burada yazaq. Deyək ki, function və olsun show. İ də yazaq bura, istəyir istifadə edin, istəyir istifadə etməyin. Adlı funksiya yazırsınızsa, o da add event listenerdə iştirak edəcəksə, mütləq əliniz öyrəşsin. Bir parametr ona verin. Və getdik. Əslində daha DOM dünyasından olan datasetə müraciət edib oradan DOM ID-ni götürməyəcəm. Baxmayaraq ki, orada məndə var, düzdürmü, özümə təşkil etmişəm. Götürməyəcəm, onsuz da bundan qabaq istifadə etmişəm deyə artıq gördünüz. Birbaşa gedib deyərəm ki, const L, gəlin deyək ki, bərabərdir document get element by ID və ST-ni ona verdim. Əlim çatdı ST-yə. Bundan sonra ən bəsit bir yazı yazmaq istəyirəm əslində. Demək istəyirəm ki, işdir şayət. Görsən ki, həmin sözü gedən elementin, kod yazı div olan elementin style, deməli, display, belə də deyəcəm, style display bərabərdirsə none, ki biz onun none elədik, düzdürmü CSS-də? O zaman EL deyim ki, style əksinə göstər onu deyəcəm və deyə bilərəm ki, display nəyə bərabər olsun? Block. Bunu artıq bilirik, div block ailəsindən də, amma yox, layihənizdə block olmayacaqsa, məsələn flex və yaxud digər olacaqsa, onu yaza bilərsiniz. Məndə indi bu saat ən sadə bir yazıdır. Əks halda, aydın məsələdir ki, əks halda da mən deyəcəm ki, L.style və display, yox, əgər görünürsə, display və burada deyərəm ki, bərabərdir none. Əla. Bu qədər. Bu qədər. Gedək yoxlayaq. Sözün açığı, qeyri-adi bir şey yazmadıq. Dediyim kimi, sadə bir yola əl atırıq. İndi görünürmü? Yox. Klik edirəm, görünmədi. Klik edirəm, görünür, görünmür, görünür və görünmür. Ay, nə gözəl. Amma bir də refresh edin, bir dəqiqə. Bax, bu hər kəsin problemidir. Mən özüm belə istəyirəm ki, bunu biləsiniz. İlk birinci işləmir. Mənim ilk birinci klikim işləmir. Sonra klik eləyirəm, görmür. Məsələ ondadır ki, baxın, ilk birinci elə məqam ondadır ki, mənə displaydən CSS-ə verdiyiniz displayi o görməyə bilər. Çünki JavaScript-lə verməmişsiniz, axı, yuxarıda yazmamışsınız JavaScript-də əvvəldən ki, display, style display bərabərdir none. Yox. Məsələn, mənə çox maraqlıdır. Bunu belə yığışdırsam, həddən ziyadə maraqlıdır. Belə bir şey versəm, ki, öyrənmək istəyirəm da, belə bir şey var ya yox və klik edirəm, tamam mı? Amma bu səfərində də belə işləmir. Yəni, sən demə, həqiqətən də yəqin ki, nə alır? Boş string alır. Or yazmaq da o deyil, sözün açığı. Amma gördüm ki, birincidə belə işlədi. Məsələ nədir? Məsələ ondadır ki,
mən bu ən bəsit kodda bunu göstərirəm sizə. Əslində bu mövzu çox ciddidir. Computer deyə bir imkan var, style. Gəlin deyim ki, gəlin belə bir şey deyim, ilahi, və getdik. Nə deyim, ilahi, deyim ki, const is none. Belə bir şey deyim. Bərabərdir və bunu soruşa biləcəyim ancaq window var ki, onda da computed style var. Düzdürmü? Və ona da get computed style, get sözünü unuttum. Computed style var və ona deyirəm ki, o element var ha. Bax, onun hər şeyi əslində əlimə gəlir. Bir başa mənim əlim onun CSS ilə yazdığın hər şeyə çatır. Bax, window olan deməli obyektin get computed style bir metodu var ki, sən CSS-də nə verdinsə, bax onu artıq görür. Birbaşa görür. Amma bu bütün obyektlər çoxluğunu istəmirəm. Amma oradan yalnız və yalnız display olanı mənə maraqlıdır. Və belə də yazıram. Düzdür, eyni zamanda gəlin buranı comment eləyim və sadəcə burada console logda is none görmək istəyirəm və qayıdıb click eləsəm, console log deyirəmsə gərək ki belə görəm və bir də refresh eləyim, click none görürəm. Amma bir fikir verin ki, mən özüm indi bu saat gəlin bir dənə də yaradım, amma deyim ki l.style display. Onu da görmək istəyirəm. Is none window'dan götürüb computer style'dan öyrənirəm. Else ikinci console logda isə elə real display elementin özündən soruşuram. Və gedib click eləsəm görürəm ki, biri none verir, getdi öyrəndi. Orada mən nə yazmışamsa öyrəndi, ikinci bilmir. Boş string gətirir. Və bu nəinki display none'da bir çox şeydə var ki, mən gərək computer style eləyəm. Və tamam, onda nə edirəm? Çox maraqlıdır. Onda gedib deyirəm ki, bunu açıram, tamam mı? Və deyirəm ki, hər dəfəsində gedib deyirəm ki, is none. Belə bir şey bərabərdirsə none, başqa bir şeye dəymirəm. Və buranı bağlayım. Hətta özüm də refresh edim bunu. Click gəldi, click getdi, click gəldi. Möhtəşəm. Bax, bu dəfə birincini itirməm və ümumiyyətlə belə bir şey ola bilməz. Bu ona görə gəlir ki, siz bilmirsiniz ki, computed style nələrə qadirdir. Mən özüm bilə-bilə anons olaraq bu dəfə başladım və salam. İlk birincidə boşa birinci klikim daha getməyəcək. Computed style çox ciddi bir mövzudur. Ona dair də bəlkə də danışacaq, amma yenə də qoy istədim burada danışaq bilək. Belədir ki, daha bundan sonra nə istəyirsiniz eləyin. Hətta gedib deyərəm ki, mouse over, düzdürmü? Hətta kliki yığışdıraq və aydın məsələ ki, üzərinə gələn kimi bir fikir verin. Amma aydın məsələdir ki, mən çox maraqlıdır da, mən belə bir şeyi mouse over'a verdim də, amma üzərinə gələn baxıram. Görünmürsə, düzdürmü? Görünür, çəkilirəm. Gəlirəm üzərinə, görünürsə görünmür. Baxın, çəkildim, bir də gəldim. Amma aydın məsələdir ki, bax, belə bir məqamlar var. Eyni zamanda deyə bilərəm ki, mouse enter və nə qədər ki içindədir, baxın, bu da çox maraqlı məqamdır. Mouse'a dair o qədər ehtiyac olan, deməli, həddən ziyadə, həqiqətən də ehtiyac olan maraqlı bir deməli tiplər var ki, mən event tiplərindən anlayıram ki, mən istədiyim kodu istədiyim formada yaza bilərəm. Amma yenə də deyirəm, click yazım da və qayıdım. Eyvallah. Click. Məsələn, ondadır ki, bu mövzu həddən ziyadə böyük bir mövzudur. Mən bunu bir videoda deyə bilmərəm. Hələ üstəlik advanced list'nin optional məqamı var ki, onları da bildirəcəm. Amma belə də pis deyil. İlk birinci anladınız ki, mouse nələrə qadirdir və nələr etmək olar. Mən istəyirəm sonda this açar sözünün istifadəsindən danışaq add event listinin içində və belədir ki, ümumiyyətlə bu sözü gedən eventlərdə necə yaşayır, harada istifadə etmək olar?
göstərmək istəyirəm. Və beləliklə əslində bu açar sözü bizim qarşımıza obyekt dünyasında da gəlib, əslində OP dünyasına aiddir. Onun sözü yox. Ondan həddən ziyadə çox istifadə edəcəyik. OP-yə keçid alan kimi. Amma hətta set timeout videosunda da o qarşımıza çıxıb deyə set timeout videosunda da çox maraqlı bir ötürmələri this vasitəsilə təşkil edilir. Amma belədir ki, burada da o çox maraqlı formada təşkil olunub. Gəlin baxaq. Hətta mən deyim ki, bir test adında qoyun, yəni də funksiyanal məni gözləsin. Gəlin deyim ki, function olacaq adı test. Event mənə burada lazım olacaq. Və console logda çox maraqlı bir şey yazacağım. Eventin özünü və console logda this. Baxın, bunu yazmaq istəyirəm. Və gedək burada, mən sadəcə istəyərəm açaq sözü gedən konsolu və klik edək. Birincisi ikisi də gəlir, nə maraqlı. Amma bir dəqiqə, this əvəz edən düymənin özüdür. Da bundan sonra i.target deməyə bilərəm, amma əslində event mənə bəsdir ki, hər şey əlim çatsın. Amma bunun özü də maraqlı da. Belədir ki, gəlin belə bir şey yazım. i.target düzdürmü? Və this eyni bir elementə yönəlir ya yox, baxmaq istəyirəm. Eyvallah, möhtəşəm. Bəli, yönəlir də. Onda elə çıxır ki, mən gəl belə yazım. Heç i.target deməyim. Burada deyim ki, this, düzdürmü? Nöqtə inner text bərabərdir. Gəlin deyək ki, clicked. Çox maraqlı olar belə bir şey versəm. Və getdik. Mən də deyirəm ki, click edəcəyim özü kim varsa, onun inner text'i dəyişsin. Eyvallah, möhtəşəm. Baxın, çox maraqlıdır həddən ziyadə. Və eyni zamanda görsən deyə bilərəmmi ki, this nöqtə style nöqtə deyək ki, color, niyə də red deməyək, red və yeni yoxlayaq. Click. Voilà, möhtəşəm. Və aydın məsələdir ki, özünə belə əliniz çatmasını istəyirsə, bu iş deyər. Amma gəlin deyək ki, bu hissəni buradan götürürəm. Düzdürmü? Yox, götürməyim. Əksinə, bu adı buradan götürüm. Anonim funksiya edim onu. Sadəcə deyim ki, const, fikir verin ki, test bərabərdir və belə də qoyum qalsın. Aydın məsələdir ki, adsız funksiyadır və test bura gəlir və bütün funksiyaları ona ötürür. İşləyərmi deyə yoxlayıram. Click, işləyir. Əla. Son olaraq yoxlamaq istədiyim nədir? Arrow function, düzdürmü? Və elə də yazım. Deyim ki, arrow functionda i var ki, mən yönəlirəm və arrow yazıram. Okay? Və gedək, qaydaq, click. Eyvallah. Yada saxlayırıq. Əgər this məqamını ötürüləcəksə, bu JavaScript-in ümumiyyətlə dünyasında this hələ ki, və məncə də heç vaxt işləməz, hələ ki, heç vaxt arrow function içində işləmir. Mütləq ya adlı function sözü yazarkən adlı funksiyanın içində iştirak edəcək, ya da anonim funksiya olaraq ötürürsünsə, this istifadə etmək çox sevirsinsə, onda arrow function yox. Function sözü yazmaqla keçə bilər. Çox maraqlı bir şeydir və bundan yararlamaq həddən ziyadə xoşdur. Amma this nəinki orada işləyir. Hətta gəlin, harada yazaq ilahi, gəlin, deməli, burada enter edim. Hətta burada da enter edim və deyim ki, qaldırım biraz yuxarı bura. Deyim ki, on click, düzdürmü? This, mənə çox maraqlıdır, işləyərmi ya yox. Style, deyim ki, color bərabərdir və bura nə yazaq? Blue. Bu qədər. Belə bir şeyin işləyib işləməyəcəyini, hətta dırnaqda bağlamağı unutmayaq. İşləyib işləməyəcəyini bilmirəm, amma öyrənmək istəyəm. Yenə deyəm, yazdığım budur. On click bərabərdir. This style color blue. Qaydaq, click. Voilà, möhtəşəm. Onda gəlin qocazda da sadəcə niyə də yox. Deyək ki, məsələn nə? Aydın məsələ ki, burada deyəm ki, on mouse, deyək ki, on mouse enter, belə bir şey deyim, background, this, unuttum ki, JavaScript'te yazıram, this style, əslində hər şey yaza bilərik də, mən style'ı daha çox yönəlirəm, background
color bərabərdir. Gəlin deyək ki, yellow, düzdürmü? Belə bir şey yazdım. Və hətta işim bitmədi. Deyim ki, on mouse leaf, belə bir şey, yəni o sahəyə daxil olanda qoy deməli sarı olsun. Yox, oradan çıxdımsa this style və hətta nə deyim ilahi, this style background, yenə də həmin o məqama yönələk bərabərdir. Gəlin deyim ki red. Qeyri-adi bir şey deyil, amma yenə də dırnağı bağlayaq. Çox maraqlıdır. Və indi bu saat bir fikir verin ki, içində deyiləm. Qocaz divin içində deyiləm. Daxil oluram, sarı. Çıxdım, artıq qırmızı. Sarı, qırmızı, sarı, qırmızı. Və məsələ ondadır ki, aydın məsələ ki, indi bu saat mənim mouse'um üzərində deyildi. Hələ heç nə baş vermir. Yəni daxil olmamışam və çıxmamışam deyə bundan heç bir işləmir. Amma daxil oldum, çıxdım. Gözəl. Əla, möhtəşəm. Amma gəlin bilə-bilə bax burada qoyum üzərində və refresh eləyim də sadəcə. Və artıq görkü üzərindəyim. Tamam mı? Bir fikir verin. Biraz qaldırsam yuxarı, heç bir şey yoxdur. Amma üzərinə gəlin belə, düzdürmü? Və burada refresh eləyim. Refresh eləyən kimi elə ilk anda görürük, elə üzərindədir ki, deyəm bunu sarı eləyim. Baxın, biz hər şey edirik burada. This-lə də bildiyiniz nələr varsa edə bilərsiniz. Və eyni zamanda gedib burada nə deyərəm ilahi? Gedib burada ayrıca deyərəm ki, gəlin burada red dedim, düzdürmü? Gəlin burada nöqtəli vergül qoyub davam edim. Görəsən belə bir şey yazma olar mı? Hamısı test eləyirəm. Style nöqtə color, deyim ki white. Hələ bunu da yazarım nöqtəli vergüldən sonra, amma tək dırnaq. Unutmayaq ki, dırnaqlar heç vaxt qarışmamalıdır. Burada da nöqtəli vergülü qoyum və üzərinə gəldim, çıxdım. Oy, nə gözəl. Onda elə çıxır ki, mən yenə davam edib deyə bilərəm ki, gəlin sadəcə bunu belə eləyim. This nöqtə inner text bərabərdir və tək dırnaqda deyim ki, I love Kodi.az. Bu qədər. İşlədi, nə xoş işləmədisə bilərək ki, işləməz. Qaydırıq, üzərinə gəlirik sarı, çıxdıq, I love Kodi.az. Daha nələr etmək mümkün deyil JavaScript-lə. Möhtəşəm bir şeydir JavaScript. Üstəlik də ki, DOM dünyasına tətbiq edərkən. Məndə belə bir imkan yoxdur. Hər şey birdən bir videoda demək, belə bir imkan yoxdur. Belə bir imkan olsa belə məncə heç deməzdim. Çünki hər video biri-birindən sonrakini əvvəlki bilikləri özündə cəmləyib yeni bir biliyə sövq edir. Mənim də taktikam və strategiyam ondan ibarətdir ki, bundan qabaqki videolara baxmamısınızsa, indiki videonu anlayıb və mənimsəmək bəlkə də çətin olar. Ona görə də həqiqətən JavaScript dünyası və elə bir proqramçı yoxdur ki, JavaScript-i bilməsin, bilməlidir. Öz layihəsini web üzərində qurursa və yaxud da ki, ümumiyyətlə React və ya Vue.js və yaxud da ki, başqa bir möhtəşəm, nəhəng bir işlərə imza atırsa, mümkün deyil, Node.js-də olasan və JavaScript-i bilməyəsən. Ona görə də mən əlimdən gələni edirəm ki, videolar biri-birini çox maraqlı formada izləsin və izləyicini də izləməyə sövq etsin. Bu səbəblə də Kodi.az kanalına abunə oluruq, daimi izləyirik və like, paylaşın mütləqdir. Paylaşın ki, başqaları da görüb abunə olsun. Sağ olun, sağ salamat.